5 iyun havanın temperaturu 30 dərəcə. Mahmudlardan sizi salamlayıram. 5 iyun bir öncəki videomda obadaydım. Bozo restoranını sizə təqdim elədim. İndi isə Mahmudların tam mərkəzindəyəm. Qarşıda saat kulesidir. Hardasa bir 400-500 metr məsafədə saat kulesidir. Və bugün gördüyünüz bu binada 4 korpusdan ibarət olan böyük bir yaşayış kompleksi var burada, tam mərkəzdə. Bu binada mənim yaxın dostumun çox təcili mənzildə satışı var. Bu mənzili sizə təqdim edəcəm. Binanın girişi baxın oradandır. Altında Master No Stress restoran var. Arxa tərəfdə Uyğur restoranı var. Yəni bir sıra obyektlər və s. orada pul dəyişmə məntəqəsi tam Mahmudların mərkəzdir. Buradan dənizə məsafə hardasa 150 metrdir. 150 olsun 200, amma 200 olmaz, 150 metrdir. Qarşıdan birbaşa dənizə çıxırsınız. Və burada da mağazalar, outlet, Küveyt Türk Bank, Royal Halı, yəni hər şey tam ayağınızın altındadır. Və bu tərəfdə də inşaat, tikinti materialları satılır. Cumartesi bazarı da qarşıdadır, elə 400-500 metr məsafədə. Yəni sözümün canı, yaşayış kompleksinin lokasiyası, yeri super, çox gözəl, səviyyəli yerdə yerləşir. Mənzil 3 otaqlıdır. Dostumuz bu yaxınlarda gəldi və təcili evi satmalıdır və qayıtmalıdır. Ona görə bu mənzilə diqqət yetirin və indi qalxacağım. Öncə ərazini göstərdikdən sonra qalxacağım mənzilə. Elə dostumuz da mənzildədir, onu da göstərəcəm. Bizi izləyənlər özləri də ona şəxsən müraciət edə bilərlər, tanıyanlar varsa. Mənim məqsədim yəni ona kömək eləməkdir ki, bu mənzili təcili satsın. Burada da velosipedləri park etmək üçün yerdir. Ərazisi baxın necə ağaçlar, yaşıllıqlar, palma ağaçları, şam ağacı. Gözəl, sərin bir ərazisi var, həm də təmizdir. Müşahidə elədiyim qədər çox təmiz, gözəl, səliqəli bir ərazisi var. 4 blokdan ibarətdir, baxın. 1, 2, 3 və arxa blok. Bizim mənzil o blokdadır. Mənzil 5-ci mərtəbədir. Bu da normal bir hovuzu var. Tezliklə açılacaq. Duş kabinlər oradadır. Binanın yaşı 2004-cü il. Üzərində yazılmışdı. Göstərə bilmədim. 2004-cü il. 21 yaşlı bir binadır. Bu binada əsas onu deyə bilərəm ki, bu binada ev alanlar ona görə udacaqlar ki, ərazi baxın necə böyükdür. Bura kentsel dönüşümə getsə, bura əlbəttə ki, tanınmış, məşhur bir, güclü bir inşaat şirkəti girəcək ki, bu 4 dənə blokda yaşayan insanları evlə təmin eləsin, kira pulu versin. Yəni adi inşaat şirkəti bura gələ bilməz. Yəni bu da o deməkdir ki, sizin burada mənziliniz varsa, sabah burada inşaat olarsa, sizə hətta 2+1 ev əvəzinə 1+1 ev versələr, onun qiyməti minimum 180-200 min evro olacaq. Bu minimumdur. Hələ 2+1 versələr, o artıq özünüz təxmin elədiniz. Belə böyük hovuzu var. İndi isə gedirəm mənzilə. Mənzilə daxil oldum. Burada qapı nömrələrini basırsınız, yuxarıdan qapını açırlar. Bura bizim blokun girişidir. Belə tərtəmiz. Lift bu tərəfdədir. Balaca bir liftdir, 4 nəfərlik. Əlbəttə ki, bura yeni bina deyil, 21 yaşı var. Amma yaşına görə çox təzə və gözəl qalmış bir binadır. Lifti də açım göstərim sizə. Bax, belə 4 nəfərlik bir lifti var. Mən də qalxıram yuxarıya. Bəli, əziz dostlar, mənzilin olduğu 5-ci mərtəbəyə qalxdım. Baxın, içəri daxil oluram. Belə keçid bir koridor var. Bu da hər evdə yoxdur. Bu da böyük plusdur, artıdır. Burada belə bir paltar, ayaqqabı asmağa şkaf. Ev təmirə ehtiyac duymur, yəni ümumi, yəni əgər kimsə təmir eləmək istəsə, hər şeyi dəyişmək okey, yəni belə normal vəziyyətdədir. Burada paltar yuyan maşın üçün yer. Ev hardasa 100-110 kvadrat metrdir. Bu bir sanuzuldur. İndi dostumuz da buradadır, Tamirlandadır. Onu da sizdən tanış eləyəcəm. Bu bir otaq.
yataq otağı. Orada çalışma masası var. Ev əşyalı olaraq satılacaq. Yəni evdə nə varsa hamısı qalacaq. Çox təcili satılır. Aşağıda demişdim. Bir də qeyd edirəm, bu binalarda 4 korpusdur. Kəntsel dönüşümə getsə, bu evi alan adam doğrudan da udacaq. Çünki binanın 21 yaşı var. Hər an burada kəntsel dönüşüm ola bilər. Yəni bu binalar dağıdıb yerinə yeni binalar yapıla bilər. Yeni binaların isə qiyməti çox bahadır. Bu da ikinci yataq otağı. Pəncərədən göstərim. Baxın, önü tam açıqdır. Bu tərəfdən önü tam açıqdır. Heç bir şey yoxdur. Qonşu binanın hovuzuna baxır. Və daxil oluruq salona. 2 otağı gördük, sanuzulları gördük, paltarlayan maşın üçün yer və salon, Amerikan mətbəx. Salon tərtəmiz. Heç boyaya belə ehtiyac yoxdur. Hər şey tərtəmiz, qəşəng. Baba, baxın. Çox səliqəli, gözəl bir evdir. Çox təcili satılır. Nəzərə alın. Və daxil oluram balkona. Çox böyük bir balkonu var. Bu birinci otaqdan balkona çıxışdır. Və balkon bir dənədir, amma böyükdür. Tamerlan dostum da buradadır. Tamerlan, salam, necəsən? Selamun aleyküm. İnşallah tezliklə satılar. Əziz dostlar, bizi izləyən əmlakçı qardaşlar filan, yəni hər kəsə üst tuturam. Tamerlanı tanıyan, tanımayan mənə əlaqə saxlaya bilər. Ev sahibidir, tapu onun adınadır. Əlaqə saxlayın, əmlakçılar kəndisini bula bilər. Hətta nömrəsini göstərəcəm indi. Baxın, balkon böyükdür. Ona təcili pul lazım olduğuna görə satır. Bizim də məqsədimiz kömək eləməkdir. Burada nömrə, hətta baxın gözəl mənzərə. Birbaşa Mahmudların ən böyük məscidlərindən birinə mənzərə açılır. Önü hər yeri açıqdır. Səhər azan səsi ilə oyanacaqsınız. Dağ mənzərəsi, önü hər yeri. Yəni Mahmudlarda belə açıq balkon çox, yəni önü açıq belə çox azdır. Baxın, əgər orada eviniz varsa sağa baxırsınız, bina var, sola baxırsınız. Burada balkondan hər yer açıqdır. Bu da Tamerlanın nömrəsidir. Göstərə bilməyəcəm belə. 0534 844 75 və 30. Bir də deyirəm 0534 844 75 30. Bura binanın arxa tərəfinə keçsəz zaten aşağıdan nömrəni görəcəksiniz. Və balkonun bu hissəsi də baxın hər tərəf açıqdır. Hər tərəf açıqdır. Bax, önü çox gözəl açıqdır və günəş də fırlanır. Axşam günəşi bu tərəfə gələndə birbaşa evi qızdırır, evə düşür. Mənzil 5-ci mərtəbədədir. Balkonda çox rahat oturub istirahət edə bilərsiniz. Əziz dostlar, bu mənzilin qiyməti 83.000 avrodur, amma ciddi alıcılar üçün normal şəkildə bazarlıq olacaq. Təcili olduğuna görə nəzərə alın. Bugünkü qiymət 83.000 avro, amma yaxşı bazarlıq olacaq. Siz birbaşa Tamerlanla əlaqə saxlaya bilərsiniz, mənlə, özünlə də danışa bilərsiniz. Mənzil tərtəmiz, səliqəli, gözəl bir mənzildir. 100-110 kvadrat metr. Lift var, hovuz çalışır. Hovuz yayda hər zaman çalışır. Hovuz hər zaman yayda çalışır, açılır. İndi artıq iyundur. Yavaş-yavaş hovuzlar açılmağa başlayır. Belə, əziz dostlar, bu mənzilə sahib olmaq istəsəniz tələsin. Çünki belə mənzillər tez satılır. Bununla da videomu bitirirəm. İnşallah növbəti videolarda görüşənədək. Sağ olun, var olun.